tutumu 83 nəfərdir. Gəlmişik. Bax, həmin anekdot bu avtobusda yaranır. Çünki orada oturanlar adrenalin yaşayır. Aha. O bir dənə lətifə var, deyir ki, sizdə şofer var idi. Deyir, hə, necə bəyəm? Deyir, bizdə yox idi. Allah Allah deyə gəlmişik. Bax, həmin anekdot bu avtobusda yaranıb. Dostlar, bu gün sizə Setranı təqdim eləmək istəyirəm. Bilirsiniz ki, kanalımızda müxtəlif mövzular paylaşılır. Bu gün mən istədim sizlə bu avtobusu tanış eləyim. Onun sürücüsü ilə də sizi indi tanış edəcəm. Deməli, bu avtobusda yaxşı gizlənpaç qaşı tutdu oynamaq olar. Deyin ki, niyə? Deməli, bu ikinci mərtəbədən aşağı mərtəbəyə düşmək üçün bir yol avtobusun orta hissəsindədir. Burada mətbəx, ayaq yolu, belə bir sistem quraşdırılıb. Biz artıq burada birinci mərtəbədəyik. Və həmçinin avtobusun ön tərəfindən də yenə də yuxarı. Ona görə deyirəm ki, yaxşı qaşlı tutdu oynamaq olar. İndi bu sürücümüz, kapitanımızla da sizi tanış eləyəcəm. Özünüzü təqdim eləyin zəhmət olmasa. Salam Elvin, salam, xoş gəlibsən. Xoş gününüzə gəlir. Mən gəlir. Mustafa Qaxlı. Aha. Hə, bu iki mərtəbənin sürücüsüyəm. Biz Qazax Qırmızı Körpü işləyirik. Vay maşallah. Bu maşının tutumu 83 nəfərdir. 83. 83 nəfər. Bir dənə toy yola vermək olar. Bəli, bir toyun adamını aparırıq, bir toyun adamını da geri getiririk. Ay maşallah. Mustafa Bəli, abi, buyurun. bu ən çox sərnişinlər yuxarıda oturmaq istəyir. Misal üçün bizdə Neoplanda qırğın gedir. Mən qabaqda oturmaq istəyirəm. Mənə qabaq yeri verin. Burada necədir məsələ? Bizdə də ikinci mərtəbədə ən qabaq yerləri 21, 22, 23, 24-ü istəyirlər. Çünki orada oturanlar adrenalin yaşayır. Aha. Ora sürücüsüz olduğuna görə ora Allah ümididir. Aha. Allah ümidinə gedənlər üçün ora, bəli. 83 yer var. Sifariş qəbul eləyirik. Hər zaman, yəni adam tutumu, adam sayı çox olsa, hara desəz, Azərbaycanın hər yerinə yəni sürməyə imkanımız var. Maşallah. Şu əla, vallahi 83 səfər 2 avtobusun adamıdır. Hə, yəni bir avtobusdan yığış, toya rahat get, toy, 83 nəfər get. mahnını qoy, oyna, toy elə. Ciyər var. axşamısını burada keçir, toyda. Toyda get, orada keçir rahat. Ayaq yolsu var, kuxunası var. Özünüz üçün yəni qulluq eləmək istəyirsiniz özünüzə, hər şərait var maşının içində. Maşallah, maşallah. Həmi çətin deyil digər avtobuslara nisbətən bunu sürmək. O biri avtobuslara baxanda elə bil ki, bu yer samalyotudur. Samalyotudur, həqiqətən elədir. Belə rahat. Həqiqətən elədir. Bu biraz tutumu çoxdur, ona görə də elə şeyə, kabinkaya baxanda birinci qapıdan girəndə dedim ki, Allah, bu avtobus kimi deyil də. Yəni bunun giriş hissəsi də belə baxırsan, qatara mı minirik, təyyarəyə mi minirik? Yəni belə bir yer uçağı. Belə bir aşuşen yaradır. Çox sağ olun Mustafa bəy. Sizə uğurlar arzulayırıq. Çox şadıq ki, bu gün imkan yaratdınız bizim üçün bu avtobusu da çəkib izləyicilərimizə göstərdik. Uğurlar arzulayırıq. Təşəkkür edirəm. Mustafa əmini yollarda görsəz, bax bu avtobusdur. Göstərirəm sizə. Üstdən də çəkərlər. İşim çoxdur. Budur. Bu əzəmətli Setra S417 gedir, səhv eləmirəmsə. Azərbaycan yollarında xalqın xidmətindədir.